indi hakimiyyətə 3-4 milyon bivec, beyni yuyulmuş, milli dəyərlərdən uzaq, yaltaq bir kütlə lazımdır. İndi sizə səslənirəm, dəyərli izləyicilərimiz. Biz belə bir kütləyə çevrilməliyikmi? Bu hakimiyyətin bu istəyinə biz cavab verməməliyikmi? Biz nə etməliyik? Bax, bunu biz düşünməliyik. Mənim isə düşüncəm budur ki, biz düşünən insanlar, Azərbaycanı düşünən insanlar, hakimiyyətin bu 2 milyon əhalisinə çevrilmək istəməyən insanlar, xaricdə olan insanlar, Rusiyada, Ukraynada, Orta Asiyada, Avropada olan insanlar və eləcə də Azərbaycanın özündə olan mütərəqqi insanlar, ağıllı insanlar toplaşmalıyıq, təşkilatlanmalıyıq və hakimiyyətin bu düşüncələrinə, bu planlarına son qoymalıyıq və bu son qoyma təbii ki, sizlərlə bir yerdə olmalıdır. Hamımız bir yerdə olsaq buna son qoya biləcəyik.